müxtəlif fikirlər səslənir. Klubun transfer etməməsindən bağlı, klubun transferlərə pul xərcləməməsindən bağlı və yaxud da buna bənzər Qurban Qurbanov tənqid olunur və s. Əslində bu işin içində olmayan insanların fikridir. Yəni işin içində olub biraz daha diqqətli bu mövzuları araşdırıb baxsaq görərək ki, bütün baş verənlər təbii prosesdir. Dünən oyundan sonra Qarabağ baş məşqçisi Qurban Qurbanov bildirdi ki, biz buna hazır idik, biz bunu bilirdik. Çünki bu dəyişimin vaxtı idi. Bildiyimiz kimi əsas səbəblərindən biri hadisələrin Qarabağın köklü dəyişikliyə getməsidir. Yəni o Qurban Qurbanov da bildirdi ki, biz rəhbərlikdən söhbətimizdə bunu etməyimizin vacib olduğunu bildirdik. Bu il olmasaydı növbəti il olacaqdı, amma biz bu ili yaxşı keçirməyə bilərdik və yaxud da belə olan halda daha uğursuz alına bilərdi. Bu yenilənmiş Qarabağ ideyası, yeni Qarabağ ideyası belə deyək. Ona görə komanda bu ay böyük dəyişikliklərə getdi və burada ikinci məsələ futbolçuların uyğunlaşması və digər bu kimi məqamlarla yanaşı heyətdə gözləniləndən daha artıq zədələrin olması idi. Bundan daha çox itkilər oldu. Bax, bu da bir məqamdır. Transferlərin gec olması, olmaması tənqid olunur. Əslində Qurban Qurbanov da özü etiraf etdi. Mətbuat konfransında bildirdi ki, bəli, transferlərimiz gecikdi, amma bu olmaya da bilərdi. Yəni bunun gecikməsinə görə kimdənsə yapışıb, niyə bu transferləri gecikdirdin deyə bir anlayış yoxdur. Çünki komandanın bəlli transfer siyasəti var və ona uyğun axtarışlar eləyir və burada bir xeyli problemlər var. Yəni Qurban Qurbanov və Qarabağ komandası illərdir transfer siyasəti ilə öyünən, az qala dünyada bir çox kluba nümunə olan bir yanaşmaya malikdir. Yəni aşağı büdcəli futbolçuları gətirib ulduz edib, sonra müəyyən baha məbləğə satırlar. Bunun özü bir böyük işdir və bunun haqqında minlərlə dəfə, milyonlarla dəfə xoş sözlər danışmışıq. Amma bu gün uğursuzluq olarkən biz bunu onların hansısa bir yanaşma səhvi kimi qələmə verməməliyik. Yəni komanda özü də fərqindədir, klub özü də fərqindədir ki, transferlər gecikir, alınmır. Amma bunun izahları var, səbəbləri var. Yəni futbolçu tapmaq çətindir, bəlli strategiyaya uyğun, bəlli şərtlərə uyğun futbolçu tapmaq çətindir və bütün bunlar prosesi bu yerə qədər gətirir və zaman-zaman inkişaf edirlər. Təsnifat mərhələsində, əsas mərhələdə zaman-zaman özünün pik səviyyəsinə çatır və bu mövsüm o pik səviyyəyə çatana qədər bax yolüstü belə bir qəza baş verdi. Yəni olanlara biraz doğru ad vermək lazımdır deyə düşünürəm. Qarabağ mövzusuna hansı ki illərdir bizi necə xoşbəxt eləyir, böyük bir sevgimiz, böyük bir təşəkkürümüz var bu komandaya, hər nə qədər uğursuz olsalar da və dünən çox böyük məyusluq yaşadıq. Yəni düzdür, içimizdə o var ki, daha böyük Qarabağ olacaq, daha yaxşı gələcək və hadisələrin gedişatı da bizə bunu deyir. Amma dünən həqiqətən də çox kədərli gün idi deyə bilərik bu